Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif Riyaziyyat Körpü kitabının ikinci hissəsindəki tapşırıqlar sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 56-dayıq, yeni bölməyə keçdik. 10-cu bölmə, ilk mövzumuz cədvəl, piktoqram, variant A-dakı suallar ilə başlayırıq. Oxuyaq, burada uzun sualımız var. Gülşən sinif yoldaşları arasında kimin hansı oyunu sevdiyi barədə sorğu apardı və nəticələri iki cədvəldə təqdim etdi. Bu cədvəlləri bir cədvəldə birləşdirməklə aşağıdakı suallara cavab verin. Deməli deyir, bir cədvəldə birləşdir. Yəni siz bunu dəftərdə yazsaz yaxşı olar. Necə birləşdirəcəyik? Yəni futbol sevən qızlar 3-dür, oğlanlar 7-dir. Yəni biz sadəcə burada məsələn cədvəl kimi düşünək buranı. Uşaqlar, ümumi uşaqlar, yəni həm qız, həm oğlan. Futbol sevən 10 nəfər edir. 3-dən 7, 10. Basketbol sevən 5-dən 3, 8 edir. Voleybol sevən 4-dən 8, 12 eləyir. Tenis sevən 2-dən 6-da toplayanda 8 eləyir. Deyir, qızlar arasında ən çox hansı oyun sevilir? Baxırıq ki, voleybol daha çoxdur. C variantı. Oğlanlar arasında ən az sevilən idman növü hansıdır? Oğlanlar arasında 3 basketboldur. B variantı. Şagirdlər arasında voleybol oyununu sevən neçə nəfər var? Yazmışıq burada. 12. Oyunları sevən qızlar çoxdur, yoxsa oğlanlar? Ona görə gərək ümumi həm qızların sayını, həm də oğlanların sayını tapaq. Qızlar deməli 3-dən 5, 8, üstünə də 8, 16, üstünə də 2, 18 nəfərdir. Oğlanları sayaq 7-dən 3, 10, bu da 10, 20 nəfər. Bizdən azı soruşmuşdu, yoxsa çoxu soruşub. Baxırıq ki, oğlanlar daha çoxdur. B variantı. Oyun sevən uşaqların ümumi sayı neçə nəfərdir? Bunu da tapmaq üçün 18 qızdır, 20 oğlandır. Toplayanda eləyir 38. C variantı. Noyabr ayı üçün hava durumu aşağıdakı cədvəldəki kimi olmuşdu. 6-10-cu suallara cədvələ əsasən verilib. Hər bir şəkil 2 ədədini ifadə edir. Yəni küləklidə 3 şəkil varsa, hər şəkil 2 ədədi bildirsə 3-ü 2-yə vururuq. Deməli küləkli günlərin sayı 6-dır. Yağışlıda yenə 3 şəkil var. Deməli bu da 6-dır. Günəşdə yenə 3 şəkil var. Bu da 6 edir. Buludluda da 4 şəkil var. 4-ü 2-yə vuranda 8 gündə buludlu olubdur. İndi deyir, noyabr ayında ən çox hava durumu necə olub? Görürük ki, buludlu olub. D variantı daha, yəni buludlu daha çoxdur. Neçə gün günəşli olub? Yazmışıq 6. B variantı. Buludlu keçən günlərin sayı, yağışlı keçən günlərin sayından nə qədər çoxdur? Buludlu 8-dir, yağışlı 6-dır, 8-dən 6 çıxır 2 gün. A variantı. Küləkli və günəşli keçən günlərin cəmi neçədir? Hər ikisi 6-dır. 6-ın üstünə 6, 12. A variantı. Əgər cədvəldə yağışlı olan xanaya daha 2 yağış şəkli çəkilsəydi, yağışlı günlərin sayı nə qədər olardı? Hər şəkil 2 günü bildirirdi. 2-ni 2-yə vururuq 4. 6 da burada var. 6-nın üstünə 4 gəlirik. Deməli 10 gün olardı. Keçirik 57-yə, variant B-yə. 1-ci, 3-cü sualları piktoqram əsasında işləyin. Deyir ki, piktoqramda basketbolçuların yarışda topladıkları xallar əks olunmuşdu. Bir top şəkli 2 xalı bildirir. Onda biz tapaq hamısı neçə xal yığıb. 3 şəkildirsə 50-də 3-ü 2-yə vururuq 6. Zəhrada 5 şəkildir, 5-i 2-yə vururuq 10. Mirzədə 3 şəkildə 3-ü 2-yə vururuq 6. Səbinədə 2 şəkildə 2-ni 2-yə vururuq 4. Deməli, yarışı 4 xalla bitirən basketbolçu kimdir? Tapdıq ki, Səbinədir. B variantı. Yarışın qalibi ilə sonuncusu arasında neçə fərq var? Qalibi Zəhradır, 10-dur. Sonuncusu Səbinədir, 4-dür. Ondan 4-ü çıxırıq, fərqi tapırıq 6. C variantı. Mirzə və Əlinin topladıkları xalların cəmi ilə Zəhranın topladığı xallar arasında aşağıdakı münasibətlərdən hansı doğrudur? Mirzə və Əli ikisi də 6 toplayıb. Bunların cəmi eləyir 12. Zəhranın topladığı isə 10-dur. 12 və 10. İndi görək hansı variant doğrudur. Deyir, Mirzə və Əlinin topladıkları xalların cəmi Zəhranın topladığı xaldan 1 vahid çoxdur. Xeyr, 12 ondan 2 vahid çoxdur. Bu səhvdir. Mirzə və Əlinin topladıkları xalların cəmi Zəhranın topladığı xaldan 2 vahid çoxdur. Bəli, indi dedik ki, 2 vahid çoxdur. Deməli, doğru olan budur. Digərlərini də oxuyaq. Mirzə və Əlinin topladıkları xalların cəmi Zəhranın topladığı xallara bərabərdir. Xeyr, 2 vahid çoxdur. D-də də deyir ki, bu xalların cəmi Zəhranın topladığı xaldan 2 vahid azdır. Xeyr, çoxdur. 4-7-ci sualları cədvəl əsasında işləyin. 16 mərtəbəli binada olan mənzillərin qapı növü və rəngləri əks olunmuşdur. Binada cəmi neçə qapı var soruşur. Bunu necə tapacaq? Baxırıq ki, qara rəngi verməyibdir.
Amma taxta qapıların cəmin veribdim. Deməli biz cədvələ gərək hamısını dolduraq ki, suallara cavab verə bilək. Əvvəlcə taxta qapıda qara rəngi necə taparıq? 18 ilə 8-i toplayarıq, yəni ağla bozu toplayarıq 26. Cəmi də 40 olduğuna görə 40-dan 26-nı çıxırıq. Qara rəngli taxta qapıları tapırıq ki, 14-dür. Sonra biz nəyi tapa bilərik? Boz rəngdə dəmir qapını tapa bilərik. Boz rəngdə qapıların cəmi 19-dur. Taxtaların cəmi, taxta 8-dir, qalanda dəmirdir. 19-dan 8-ini çıxırıq. Tapırıq ki, bura 11-dir. Buranı tapdıq, indi dəmir qapı cəmi tapa bilərik. Üçündə tapmışıq. 5-dən 8, 13, üstünə də 11 gəndə 24 də cəmi dəmir qapı var. İndi cəmi neçə qapı var? Bunu da burada tapa bilərik. 40-dan 24-ü toplayarıq. Bu da eləyər 64. Bunlar da yazaq. 18 ilə 5-i toplayıb ağların cəmini tapırıq 23. 14 ilə 8-i toplayıb qaraların cəmini tapırıq 22. Bizdən cəmi neçə qapı var soruşur. Biz burada tapmışıq onu. 64-dür. B variantı. Binada cəmi neçə qara qapı var? Qara qapının cəmində 22 yazmışıq. C variantı. Binadakı boz dəmir qapıların sayı qara taxta qapıların sayından nə qədər azdır? Boz dəmir qapı 11-dir. Qara taxta isə 14-dür. 14-dən 11 çıxanda 3 eləyir. D variantı. Binada ən çox hansı rəngdə qapı var? Cəmlərə baxırıq. Ağ 23-dür, qara 22-dir, boz 19-dur. Deməli, ağ. A variantı. 8-10-cu sualları cədvəl əsasında işləyin. Cədvəldə tədbirdə iştirak edən şagirdlər haqqında məlumatlar əks olunmuşdur. Tədbirdə iştirak edən qızların sayı oğlanlardan neçə nəfər çoxdur? Bunun üçün də yenə gərək biz cədvəli dolduraq. 9-cu sinif qızlar və oğlanlar verilib, cəmin tapaq. Bu eləyir 31. 10-cu sinifdə yenə qızlarla oğlanlar verib, cəmin tapırıq, bu eləyir 35. Sonra 10-cu sinifdə yalnız qızları veribdir. Biz əvvəlcə oğlanları tapacaq. Necə tapacaq? Oğlanların cəmin verib 50-dir. 2 sinifi verib 12 ilə 20-dir. 12 ilə 20-ni toplayırıq 32. 50-dən də 32-ni çıxıb tapırıq ki, qalanlar da 10-cu sinif oğlanlardır. Bu da eləyir 18. İndi 10-cu sinifin cəmini də tapırıq. 10 deyilir, daha doğrusu bu 11-ci sinifdir. Roma rəqəmləri çaşdırdı məni. 18-dən 18 toplayırıq 36. İndi qızların cəmini tapaq bu şəkildə. 19-dan 15-i toplayırıq 34. 34-ün üstünə 18 gəlirik 52. İndi cəmi uşaqları tapaq. Buradan da tapa bilərik sətr üzrə bu 3 ədəd toplayır və yaxud burada daha rahat olaraq bu şəkildə toplasaq 102 cəmi uşaq var deməli. İndi bizə nə deyir? Qızların sayı oğlanlardan neçə nəfər çoxdur? Qızlar 52-dir, oğlan 50-dir. 52-dən 50-ni çıxırıq 2. A variantı. Tədbirdə ən çox neçənci sinif şagirdləri iştirak etmişdi? Baxırıq 9-cu sinif 31-dir, 10-cu sinif 35-dir, 11-ci sinif 36-dır. Deməli ən çox 11-ci sinif. A variantı. Tədbirdə cəmi neçə şagird iştirak edib? Onu da burada tapmışıq. 102 B variantı. Keçirik test 26-ya. Mövzu dairəvi diaqram. 1-3-cü sualları diaqram əsasında işləyin. 48 şagirdə ən çox sevdiyiniz fən hansıdır sualı verilmiş və cavablar əsasında aşağıdakı gördüyünüz diaqram qurulmuşdur. Uşaqların ən çox sevdiyi fən hansıdır? Ən çox rəngli hissə burada görüb bənövşəyidir. Bənövşəyi rənginin qarşısında musiqi yazılıb. Deməli, musiqidir. A variantı. Bunları bir tapa da bilərik. Tapaq məncə daha dəqiq olsun. 48-in 3də 1-i neçə eləyir? 16 eləyir. 4də 1-i isə 12 eləyir. 6da 1-i, yəni 48-i 6-ya bölürük. 8 eləyir. 16da 1-i də 3 eləyir. Sayılarını da tapdıq. İndi deyir, riyaziyyat fənnini sevən uşaqların sayı. Azərbaycan dili fənnini sevən uşaqların sayından neçə nəfər azdır? Riyaziyyat, baxırıq ki, 8-dir, göy rəng riyaziyyatdır. Azərbaycan dili sarı rəngli, narıncı rəngli, o da 12-dir. 12-dən 8-i çıxırıq, 4 nəfər azdır. A variantı. Həyat bilgisi fənnini sevən uşaqların sayını tapın. Həyat bilgisi qırmızı rəngdə 3 tapmışıq. C variantı. 4-6-cı suallar dairəvi diaqram əsasında işləyin. Diaqramda gün ərzində satılan meyvə şirələrinin litrlər miqdarı göstərilmişdir. Gün ərzində neçə litr meyvə şirəsi satılmışdır? Toplayarıq 10, üstə gəl 20, oldu 30, üstünə 24, 54, üstünə də 18, 72. A variantı.
Alma şirəsi satılan toplam meyvə şirəsinin hansı hissəsini təşkil edir? Ümumi tapdıq ki, 72 litr satılıb. Bizdən almanı soruşur. Almada 18-dir. 72-də 18. Bu cürdə olsaydı bunu seçərdik. Yoxdur variantda. Çünki ixtisar olunubdur. Hər ikisi 18-ə bölünür. 72-ni 18-ə böləndə 4 eləyir. 18-dən 18-ə 1. Yəni 4də 1 C variantı. Meyvə şirələrindən hansı ümumi satılan şirənin 3də 1 hissəsini təşkil edir? Ümumi dedik ki 72-dir. 72-ni 3də 1-ini tapırıq. 72-ni 3-ə bölürük. Bu eləyir 24. 24 litr satılanda portağaldır D variantı. 7-10-cu sualları dairəvi diaqram əsasında işləyin. İnsanlar arasında ən çox sevdiyiniz rəng hansıdır sorğusu keçirilmişdir və alınan cavablar cədvəl və diaqramda təsvir edilmişdir. Sorğuda cəmi neçə nəfər iştirak etmişdi? Burada nə deyir? İnsanların sayı bir rəng yazılmayıbdır. Yəni ən az olan burada ağ rəngdir. Ona görə bu ağdır, başa düşürük. Buradakı qara yazılıb, yaşıl yazılıb, bir də 10 yazılmayıb. Bu da ən çox olanda, o da görürük ən çox o hissəni sarı rəng tutub. Deməli, burada da sarı olacaq. Bizdən hamısını soruşur, cəmi neçə nəfər var. Ona görə bunların hamısını toplayırıq. 1 ilə 3, 4, üstünə 5, 9, üstünə 8, 17, üstünə 10, 27, üstünə 6, 33. A variantı. Sual işarələrinin yerinə hansı rənglər yazılmalıdır? Artıq yazdıq. Ağla sarı. 1-dən 4, yəni C variantı. İnsanların ən çox və ən az sevdiyi rənglər uyğun olaraq hansılardır? Elə onlar idi da, düzdürmü? Ən az sarı idi, ağ idi, ən çox da sarı. Uyğun olaraq deyir hansıdır? Ən çoxu birinci soruşmuşdu. Ona görə, yəni çünki burada variantda ağla sarı, sarıla ağ veribdi. Nəyə görə? Çünki birinci biz çoxu yazmalıyıq. Çox sarıdır, sonra ağdır. D variantı. Hansı rəngi sevən insanlar sarı rəngi sevənlərin 2də 1 hissəsini təşkil edir? Sarı rəngi sevənlər 10-dur. Onun 2də 1, onu 2-yə bölürük, 5 eləyir. 5 nəfər də yaşıl rəngi sevir. B variantı. Variantın keçirik 59-a, variant B-yə. 1-ci, 3-cü sualları dairəvi diaqram əsasında cavablandırın. Nar bağında 2576 ağac var idi. Birinci həftə bütün ağacların 7də 2 hissəsi, ikinci həftə 8də 3-ü, üçüncü həftə isə qalan ağaclar budanmışdı. Birinci həftə nə qədər ağac budanmışdı? Birinci həftə deyir 7də 2 hissəsi. Ona görə 2576-nı 7də 2-sini tapmaq üçün 7-yə bölüb 2-yə vuracaq. 7-yə bölək əvvəlcə 25-ci 7 3 dəfədir. Orada qalır 47-nin içində 7 6 dəfədir. 56-nın da içində 8 dəfədir. 368-i də vuraq. Vururuq 2-yə. 16 bir yadda, 13 bir yadda, 7. 736. C variantı. İkinci həftə nə qədər ağac budanmışdı? İkinci həftə 8də 3-üdür. İndi 2576-nı 8-ə bölüb sonra 3-ə vuracaq. 25-ci 8 3 dəfədir, 17-ci 2 dəfədir, 16-cı 2 dəfədir. 322. Bunu da vuracaq 3-ə. 966 eləyir. B variantı. Üçüncü həftə nə qədər ağac budanmışdı? Üçüncü həftə deyir qalan ağaclar budanmışdı. Deməli biz qalan ağacları tapacaq. Birinci həftə 736-dır. İkinci həftəni də tapmışıq 966. Bunları toplayaq. 12, 10, 16, 17. 1702. Cəmi 2576 ağac idi. 2576-dan da bu 2 gün budananları çıxıb tapacaq 3-cü günü 4, 7, 15-dən 7, 8, 874 B variantı. 4-8-ci suallar dairəvi diaqram əsasında yerinə yetirin. Hansı aylarda doğulanların sayı eynidir? Baxaq. Burada 4 var, 5 var. Hansılar eynidir? 2-dən 9 var. 9 rəng olanlar, rənglər də bir-birinə oxşuyur. Biri martlı deyəsən, bu rəng marta oxşuyur. Biri də bənövşəyi rəngli də, tünd bənövşəyi maydır deyəsən. Hə də mart, aprel, may. Martla may. Martla may. Elə variant yoxdur. Başqa hansı eynidir ki, ya rəngləri düz seçə bilmirəm, ya da başqa bərabər olan var.
Bu yanvardırsa, ardıcıl getməlidirsə, bu fevral, mart. Mart budur. Aprel, may, iyun, iyul, avqust, sentyabr ayıdır bu. Bu sentyabrdır. Bu da onda noyabrdır. Rənglərinə də baxaq. Bəli, burada sentyabrdan noyabr. Heç buralara baxmamışdıq. Rənglər dediyim kimi biraz bir-birinə oxşuyur, amma yəni ardıcıl gedəndə tapmaq olur hansı aylardır. Sentyabrdan noyabr B variantı. Neçə ayda doğulanlar sayı ən kiçik 2 rəqəmli ədəddən böyükdür. Ən kiçik 2 rəqəmli ədəd 10'dur. Ondan böyük burada 19 var, 12 var, 15 var, 32 var, 14 və 11 var. Sayaq 1, 2, 3, 4, 5, 6. 6 ayda. D variantı. Bir il ərzində neçə nəfər dünyaya gəlmişdim? Deməli, hamısını toplamalıyıq. 12 ilə 15, 27. Üstünə 32 gələk. 59. Üstünə 8 gələk. 67. Üstünə 4 gələk. 71. Üstünə 5 gələk. 76. Üstünə 14 gələk. 90. Üstünə 11 gələk. 101. Üstünə 9 gələk. 110. 7 gələk. 117. 9 gələk. 126. Üstünə də 19 gələk. 126'nın üstünə də 19. Bunu da yazılı hesablayaq. Ümid edirəm düz hesablamışam. 15 bir yadda 3, 4, 145 inşallah var. Cavab da var. Nə yaxşı, nə yaxşı. Keçdik 7'yə. Payız aylarında doğulanların sayını diaqrama əsasən müəyyən edin. Payız ayları bilirik ki, sentyabr, oktyabr, noyabrdır. Bayaq sentyabr tapmışdıq. Buydu 9. Sonra oktyabr 7, bir də 9. 18 üstünə də 7. 25. B variantı. Hansı fəsildə doğulan insanlar sayı digərlərindən azdır? Yəqin ki, elə payız ya da bura hansıdır görək. Bura aprel, may, iyun. Aprel, may, iyun fərqlidir. Gerək hamısını tapaq da yenə. Dekabr, yanvar, fevral qışın fəsilləridir. Bunları toplasaq, deməli 19 ilə 12. 31. Üstünə 15 gəlsək 46. Qışda 46 nəfərdir. Payızı tapmışıq 25. Sonra keçək yaza. Mart, aprel, may. 32 ilə 8, 40. Üstünə də 4, 44. Sonra yaya baxaq. Yay iyundan başlayır. Yaşıl rəngdən iyul, avqust. Deməli 5, üstə gəl 14, 19. Üstünə də 11 gələndə 30 eləyir. Yayda da 30. Qış 46, yaz 44, yay 30, payızı da bayaq tapmışdıq. Deməli ilə ən az payızdır. C variantı. 9-10 sualları dairəvi diaqrama əsasən cavablandırın. Sinifimizdən neçə şagird rəsm və musiqi dərnəyinə gedir? Rəsm 7-dir, musiqi 9-dur, 7-dən 9, 16. C variantı. Sinifimizin cəmi neçə şagirdi dərnəklərə üzvdür? Üstünə də 13 gələcək. 29 D variantı. Bəli, suallarımız bitdi. Ümid edirəm sizlər üçün faydalı oldu. Növbəti mövzunu növbəti videoda həll edəcəyik. Sağ olun, yeni videolarda görüşərik.